بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین، والصلاة والسلام علی سیدنا و نبینا ابی القاسم محمد و علی آله الطیبین الطاهرین المعصومین المنتخبین المنتجبین. یا ایها الذین آمنوا ان تتقوا الله یجعل لکم فرقانا. Kərbəlanın mahiyyətindən danışırdıq ki, bu hadisəni nə cür baxaq, nə cür qiymət verək. Bu hadisə dini hadisədir, sosioloji hadisədir. Nədir? Bu hadisə insani hadisədir. İmam Hüseyin izzəti sınmasın qiyam elədi, beyət eləməsin Yəzidə. İmam Hüseyin İslamı saxlasın, dini bir qiyam elədi ki, İslam Fatihəsi oxunmasın. İmam Hüseyin cəmiyyəti islah eləmək üçün qiyam elədi. Nədir? İmam Hüseynin bu hadisəsi nə cür qiymət verək? Dünən ərz elədim ki, bu hadisəni nə qədər çox tanısaq, sirri bu ki, əbədi qalıbdır da bildik. Bəzi hadisələr bir qətdir. Bir dana qəti var elə. Avariya düşdü, öldü. Daha avariya düşdü, öldü, bir qət. Qəmli hadisədir, kədərli hadisədir. İnsan matəm tutur, qərə körnək girər elə belənçi bir rəhmətə gedənə, narahat dolar. Amma bir qəti var. Avariya düşdü, öldü. Ya birini aslan soyqurumla öldürdülər. Avariya deyil. Özünün məsələn ehtiyatsızlığı deyil. Bir zalimin zülmüdür. Soyqırımdır. Böyük bir faciədir. Bu da bir qəddir cinə. Faciədir. Burada da məzlumluq var. Burada da zülmü var. Burada da kədər var. Hüznü var. Matəm var. Narahatçılıq var. Amma bir qədd. Amma Kərbəla bunlar deyil. Nə o soyqırımdır, nə o avariyadır. Kərbəla bir düşünülmüş addımdır imam tərəfindən. İmam özü öz hərəkətini düşünüb görür. İmam iradə ilə bu işi görübdür. İmam yatıb avariya düşməyibdir. İmam soyqırıma düşməyibdir. İmam bir addımlar atıb, bir hərəkət edibdir. O hərəkətində neçə qət vardı. Bir qəti dini saxlayıbdır ki, onlar yetişəcəyik. Bir qətində insan alicənablığını saxlayıbdır. Zilləti qəbul eləməyibdir. Zəlilliği qəbul eləməyibdir. Ruh ülviliyini saxlayıbdır. Deyib, mən Yəzidə beyət eləmərəm. Misli la yubayi mislə. Mənim tayım onun tayına beyət eləməz. Şəhid rəhbərdə rəhmətullah aleyh haman cümləyə istinad elədi və buyurdu, misli la yubayi mislə. Mənim tayım onun tayına beyət eləməz. Ruh ucalığı, ruh zərvəliği, insanın o qədər ruhunun əzəməti vardı ki, belənçi bir zillətə boyun əyməz. Pəs din qorumağı da var, insani izzət də içində var, ülvi ruh əzəmət də içində var və oyun ki, dünən başlamışıq, İslam cəmiyyətində islah da aparır. Deyir, mən istəyirəm, cəddimin ümmətini islah eləyəm, ona görə qiyam elədim. Mən istəyirəm, bu ümməti, bu cəmiyyəti qeytərəm Peyğəmbər davranışına,
qeytərəm Əmirül-Möminin davranışına, Əli və Muhammed sallallahu aleyhi və aleyhi yaşayışına qeytərəm. O davranış qutulubdur. İndi biz bunu istəyirik izah edək. Hələ bu qətin. Pəs Kərbəla hadisəsi bir neçə qətli məktəbdir. Sadə bir zat deyil. Bu neçə qətliyi da səbəb olub əbədi qalsın. İmam Hüseyin özü bir mücahiddir və şəhiddir. Özü bir hikmətli bir müslihdir və arifdir. Həm Allahla ticarət edib bu işdə, Allahla alver edib bu işdə, həm insanları oyanış verib bu işdə, həm cəmaati bir böyük təhlükədən, Bəni Üməyyənin təhlükəsindən istəyib xəlas eləsin. Bu yolundan da dini saxlayıbdır. Baxın, bir işində neçə iş görübdür. Ülviliği hadisə-i Kərbəlanın bu cürdür. Sən hər nə tarixdə hadisə görsün, bir qəti var, iki qəti var. Bu həm termincə desəm, həm irfani qəti var. Allah mərifəti bunda içində var. Həm sosioloji qəti vardır. Cəmiyyət islahı içində vardır. Həm dini islahat içində vardır. Və sair qətlər. Yaxşı. Dünən buradan başladıq ki, insan nə cür islah olar? Salih olar, pak olar. İnsan bəzən cəmiyyətdə haqqı batili ayıranmaz. Haqq nədir, batil nədir? Bəzən ayrısa da cürət olmaz haqqı ilə yaşasın. Ayıra bilər bəzən. Amma haqqı ilə yaşamağa ürək istəyir. O ürək olmaz. Pəs bəzən insanda haqqı tanımaq yoxdur, bəzən haqqı ilə yaşamaq yoxdur. Ayrı-ayrı sözlərdir. Misal vurum. Bizim hədislərimizdə var, sirat tükdən nazikdir. Sirat ki, hədislərdə var, bir yoldur, ahirətdə cəhənnəmin üstündən, behişdə cəhənnəmin üstündən keçərlər. İnsan istəsə behişdə yetişsin, gərək cəhənnəmi ayaqlıya gedə. İnsan istəsə səadətə çatsın, gərək nəfsini ayaqlıya gedə. Olmaz insan nəfsini ayaqlamaya gedəb yetişə behişdə. Sirat cəhənnəmin üstündədir. Sirat otun üstündədir. Sirat nəfs və şəhvətin üstündədir. Ona ayaqlamasan gedənməsən. Hədislərdə var, bu sirat tükdən nazik, qılıncıdan itidir. Bu kinayədir. Tükdən nazik yanəmə nə? Yəni haqqı tapmaq tükdən nazikdir. Adam bəzən haqqı tapanmaz. Çaşdırıcı hadisələr səbəb olar insan haqqı tapmasın. Necə ki, Seffeyində öcür idi. Seffeyində Muaviyə bir tərəf idi, Əmirül-Möminin bir tərəfdə. Muaviyyənin kənarında da bəzi əshab var idi, Peyğəmbər dövründəkilərdən, İmam Əlinin də. Oralar da namaz qılırdılar da, bunlar da namaz qılırdı. Bir nəfər təəccüb elədi əslan. Gəldi dedi, ya Əli, biz nə cür müharibə edirik? Biz kiminlə müharibə edirik? İmam gördü ki, bu haqqı tanımaqda çaşıbdır. Adamlarla istəyir haqqı tanısın. Buyurdu, "Ərifil haqq tərif əhləhu." Ölçülərlə tap. Əvvəl ölçülərlə haqqı tap, ondan sonra adamlara qiymət ver. Ərifil haqq tərif əhləhu. Pəs haqqı tapmaq tükdən nazikdir. Bu bir. İndi haqqı tapdı. Adam bildi namaz haqqdır, bildi oruç haqqdır, bildi nə haqqdır, bunları bildi.
hansı yol haqdır? Yaşamaq qılıncıdan itidir. O da tapmaq deyil, o yaşamaqdır. Haqq üzərində qalmaq. İmam dövründə bu məsələ var idi. Həm haqq, batil çaşdırılmışdı. Misalını deyim biləcə. Əmirül-Müminin ki biz indi İmam Əlidən danışanda nə cür eşqinə danışırıq. Muaviyə və Bəni Ümeyyə o qədər əleyhinə təbliğat eləmişdilər. 70.000 məsciddə bunlara Əmirül-Mümininə ədəbsiz sözlər danışırdılar. Diqqət edirsiniz? Ta Ömər ibn Əbdüləziz dövrəcan 60 il bu hərəkət davam tapmışdı. Əlinin əleyhinə danışmaq. Hətta imam şəhid olanda məsciddə şəhid olmağını bəzilər təəssüb eləyərlər ki, imam namaz qılarımdı mı? Məscidə niyə gedib imam? Bu haqqı tanımamaq. Haqqı, batili tanımamaq. Bəzilərdə tanıyarlar, cürətlər olmaz haqqıyla yaşasınlar. Müslim ibn Əqilin şəhadətin Zobalə bir dana mənzil idi. Bilirsiniz, mənzillər qədim, indi astanıfqalar var ha. Qədimdə mənzillər var idi. Adına deyərlər mənzil. Məsələn, bir günlük nə yerirdilər? 24 kilometr zad gedirdi bir gündə, 24 kilometr gedirdilər. Bu məsafəti şər'i də ondan düzəlib də. Bunlarda bir karvan yerləri olardı. Karvan orada istirahət eləyərdi. Bu mənzillərdə. Məkkədən də Kufiyə mənzillər var idi da. Mənzillərin birinin adı Zobalə idi. Adı Zobalə idi əslən mənzilin. Orada Müslimin şəhadətin gəldilər deyilər. Deyilər ki, Müslim da şəhid oldu. Yazıblar, İmam Hüseynlə 72 nəfər yox idi ki, əvvəldə gələndə. 72 nəfər qaldı. Zubalədə çoxu getdi, qeyddi. Dedim, İmam Hüseynlə bizdə sərf eləməz. İmam Hüseynlə olmaq bizə sərf eləməz. Biz gəlmişdik, bizə bir stol versinlər, gəlmişdik, heç olmasa İmam Hüseynlə bir dünya düzəlsin bizə, bizzatlar həll olsun bizə. İndi İmam Hüseynin nümayəndəsini orada şəhid elədilər. Məlumdur, Kufə ayrı modeldir. Haqq ilə dayanmaq, o haqqı tapmaqdır. Onlar ki, gəlmişdilər İmam Hüseynlə Məkkədən. Bunlar haqqı bilirdilər nədir? İmam Hüseynə birləşmişdilər İslam. Addımları neçə günlərdə İmam Hüseynlə gəlirdilər. Amma gördülər, toqquşdu. Dünya maraqları İmam Hüseynlə qeyddirlər. Pəs bir haqqı tapmaq var, bir haqq ilə yaşamaq var. Bir göz var, bir ayaq var. Bəzən göz olmaz, bəzən ayaq olmaz. Göz yəni yolu görmək, ayaq yəni yolu getmək. Ona görə Quran peyğəmbərləri təqdim eləyəndə əcib bir sözlə təqdim eləyir. Buyurur, inna əxləsnahum. Biz bu peyğəmbərləri özümüzünki eləmişik. Bunlar xalisdilər, bunlar təmizləniblər, bunlar tamam hadisələrdən paçlaşıblar. İnna əxləsnahum. Bunlar qutulublar, daha haqqı tanıyıblar, haqqı addım atıblar, gediblər. Niyə? Olul ədi vəl-əbsar. Çün əl sahibləridir və göz sahibləri. Bunların əlləri var, gözləri var. Elə bizim əlimiz, gözümüz yoxdur. Deyir, o peyğəmbərlərin əlləri var, gözləri var. Niyə? O əli ki o ayədə danışır, nə bu əldir? O gözü ki o ayədə danışır, bu göz deyil, qəlbin əli və gözüdür. Yəni onların baxışları var, haqqı tapıblar, iradələri var, yeriyirlər, addım atırlar. Nə yorulurlar, nə allanırlar. Nə yorulurlar, nə allanırlar. Nə bunları çaşdırmaq olur, nə bunları şollaşdırmaq olur. Yaxşı.
İndi bugünkü sualım budur. Axı haqq batili tanımaq çoxu insanın fitrətində var da, nə olar insan haqq batili tanımaz? Mən bilirəm adam öldürmək pisdir də. İnsan nə olar haqq batil tanımaqda çaşar. Nə olar allanar insan. Nə olar insan cürəti əlindən alınar. Birinci nüqtə budur ki, Quran deyir, o vaxt sizə haqq batil ayrılığı verə billuq. İn təttəqullah. İşlərinizdə muraqibətiniz ola. Muraqibət yəni qoruyasınız özünüzü, kontrol eləyəsiniz. Kontrol eləməsiniz, haqq batilə ayıranmazsınız. Ayəyə baxın, ya eyyuhəl-ləzinə amenu, in təttəqullah yəcəlləkum furqana. Furqan, Quranın surələrindən birinin adıdır. Əslən, Quranın öz adında biri Furqandır. Surə-i Furqan var, Quranın da adları. Furqan yəni haqq batilə ayırmaq. Deyir, haqq batilə ayıra biləsiniz, amma təqvalı olsunuz. Təqvalı olmasınız, ayıranmasınız. Təqva yəni nə? Yəni kontrol eləyəsiniz yaşayışınız. Kontrol eləməsiniz də yavaş-yavaş haqq batili ya ayıranmasınız, ya cürət eləyənməsiniz, haqqı ilə yaşayasınız. Misal verim. İnsan həmişə haram yiyə. Həmişə haram yiyə. Haram mal yiyə. Mədəsini kontrol eləməyə. Hər nə gəlir yiyə. Bu heç vaxt haqdan müdafiə edilməz. Ya bəzən haqqı görməz bu adam, ya görsə də cürət olmaz da. Haram yiyən haqdan difa edilməz. İmam Hüseynin cümləsi də ha, İmam Aşura günü 2 dana çıxış edibdi. Fürsət olsa bu gecələrdə o 2 çıxışların danışacağım. Bir çıxışlarında adətən qoymayıblar əvvəldə imam danışsın. Adətən düşmən hayküy salıbdı, qoymayıblar danışsın. İmam onları moizə edib, nəsiyyət edibdi. Deyib, baxın, niyə qulaq asmısınız? İmamın cümlələrində bu vardı. Niyə qulaq asmısınız? Nə olubdu? Sonra imam buyurub ki, mən təəccüb eləmirəm siz bu hala düşmağınızı. Təəccübüm yoxdur. Niyə təəccüb eləməyəm? Veyləkum ma aleykum ən tənsitu iləyyə. Vay olsun sizə. Niyə qulaq asmısınız sözə? Niyə hayküy salısınız? Qulaq asın görün, mən nə deyirəm axı? İmam buyurur, İmam Hüseyin buyurur. Deyir, niyə hayküy salısınız? Və innəmə əd'ukum ilə səbilir rəşad. Mənim sözlərim budur ki, düz yola gedək hamımız, haqqa gedək hamımız. Ayrı söz demirəm mən sizə. Niyə qulaq asmısınız? Davamında buyurur ki, fəqət muliət butunukum minəl haram. Deyir, təəccüblü deyil, sizin qarnınızı haramla doldurublar. Siz gəlmişsiniz, İbn Ziyadın qoşununda yiyirsiniz, özdə hardan yiyirsiniz? Haramdan yiyirsiniz. Gəlmişsiniz İmam Hüseyninlə müharib eləməyə, yeryüzünün hüccətini öldürməyə xörək yiyirsiniz. Sizin mədözü haramla doldurublar. Çün haramla doldurublar, siz daha hazır değilsiniz haqqa qulaq asasınız. Hazır değilsiniz haqqa vaxt sərf edəyəsiniz. Dırnaq arası demin Hürrüdə bunlardan idi ha. Hürrüdə haman Beytülmaldan yedi. Hürrüdə. Hürrəsdən əvvəldən gəlməmişdi İmam Hüseyinlə döyüşsün. Diqqət edin bu sözə. Hür fəqət gəlmişdi İmam Hüseynin qabağını alsın. Nə döyüşsün. Neçə dənə buna fakt var ha. Mən faktları bugün deyirəm. Bu əvvəlminci söhbətimdir, Hürr barəsində deyirəm. Baxın, Hürr vaxtı imamla üzbəyiz oldu, ayrıca namaz cəmaat qılmadı, imamın dalında qıldı.
Hətta imam biləsinə dedi ki, sən get adamlarla namaz qıl, əsgərləri ilə. Mən də özüm sonra danışarıq. Dedi, mən yox, sənin dalında namaz qılasın. Sonra imamı qabağa alanda imam nifrin elədi Hürrü. Dedi, səkələtçə o moç. Qarqış elədi. Dedi, anon matəmində otursun. Niyə bu işi görürsən? İmam Hüseyin Hürrə dedi. Dedi, hər kim olsaydı bu sözü mənə desəydi, mən ondan ayrı cür davranardım. Sənin anova mən bir şey deyəmmərəm. O, Seyyidətun Nisa'il aləmindir. O, xanım Zəhradır, ona bir söz demə olmaz. Bu iki. Üçüncü, Hür qeytməmişdən əvvəl ki, istəyirdi qeyissin İmam Hüseynin xeymələrinə. Gəldi Ömər Sədə dedi ki, doğudan istəyirsən İmam Hüseynlə döyüşəsən. Ənnu qatil Hüseynən, ətto qatil Hüseynən. Yəni Hürrün baxışında budur ki, İmam Hüseynlə döyüşmə olmayacaqdı. Ömər Səd dedi, bəli. Mənə göstəriş belə veriblər. Hətta Hürr biləsinə xeyrxahlıqla dedi ki, İmam Hüseynin təkliflərinin birin qulaq. Deyir, məni buraxın gedim Mədiniyə, məni buraxın gedim Məkkiyə, buraxın mən gedim Yəmənə. Birinin təkliflərinin qulaq, imamla döyüşmə. Dedi, bunu İbn Ziyad məndən qəbul eləməz. Pəs Hürrün o Beytülmal məsrəfi haram yeməği də idi. Bunu istəyirəm deyim. Hürr haram yemirdi. Amma imam buyurdu ki, sizdən təəccüb eləmirəm, mənim sözümü qulaq asmayasınız. Sizin mədöz haramla dolubdur. Pəs məsiyyət və günah səbəb olar insan haqqə tabi olmasın, ya haqqı bəzən görməsin. Əvvəlin addımı ki, insan həyatında istəsə salih olsun, dünən dedim ki, zahiri əməllərini düzəldə. Ağa, mən namaz qılmıram, oruç tutmuram. Bu məni yavaş-yavaş haqdan uzaqlaşdırar. Salih olmaq zahirdən başlayar. Mən demirəm zahirdə qalaq. Bu sözü diqqət edin, ha. Mən demirəm zahir olaq, qabıq olaq, meyvə verməliyik. Amma buradan başlamalıyıq. Namazı qılmalıyıq, orucu tutmalıyıq. Haramdan qorunmalıyıq özümüzü, günahdan özümüzü çətindirməliyik. Onlar olmasa haqqı batildə biz haqqı götürmərik. Haqqı batildə haqq ilə köməkçi olanmarıq. Adət eləmişəm şəhvətə, haram şəhvətə. Bu haqdan müdafiə eləyə bilər? Haqda qala bilər? Dinin indi mən sözlərini sizə deyim, görün nə deyir. Buyurur, mən əkələ luqmətə haramin ləm tuqbəlləhu səlatu ərbəin. Kim haram tikə yesə, 40 gün namaz qəbul olmaz biləsinə. Haram tikə yiyə. Sən haramdan özünü qorumalısan, günahdan özünü qorumalısan. Ya hədislərdə vardı ki, insan bir haram çörək yesə, hətta həcc ömrəyə getsə, o həcc ömrəsi qəbul deyil. Niyə? İnsanın ruhu bu tikə ilə böyüyər. İnsanın ruhu bu tikə ilə. Daha o haqda qalmaz. O haqdan müdafiə edilməz. İnsan nəfsini kontrol etməlidir. Nəfs kontrol olmasa insan ağlı üzə çıxmaz. Mən bunu biraz üzr istəyirəm. Elmi terminlərdə, amma deyirəm. Baxın, bizdə həm ağlı var, həm nəfs var. Amma ikisi də fidan formasındadır. Ağlı da fidandır, nəfsidir. Əgər sən nəfsini böyütsün, mən nəfsimi böyütsəm,
ağlı qalacaq balaca. Ağlı daha uşaq olacaqdı, balıq olmayacaqdı. Onda insana hakim şəhvəti olacaq, onunla insana hakim qəzəbi olacaqdı. Baxın, cahiliyyət dövründə təəssüb var idi. Amma nə cür təəssüb idi? Haqqa təəssüb deyildi, tayfiyə təəssüb idi. Cahiliyyətin bir şuarı var idi. Unsur əxac vəlo kanə zalimən. Qardaşından müdafiə elə. Zalim də olsa müdafiə elə. İşin olmasın, zalimdir, haqqı batildir. Kimdən müdafiə elə? Qardaşından. Amma İslamın şuarı nə oldu? İslamın şuarı oldu ki, unsur məzlum. Vəlo əla əxic. İslamın şuarı oldu ki, məzlumu müdafiə elə. Bu nədən irəlicələr? Bu bundan irəlicələr ki, insan nəfsinin ciloğun ala özəlinə. Əgər insanda şəhvət çoxalsa, bu onunla aləmə baxacaqdır. Şəhvətdən məqsəd dünya istəkləridir. Fəqət nəfsi istəklər də, dünya istəkləri insanda çoxalsa, pul hardan gəlir, gəlsin, marağı yoxdur. Gəlsin. Həlaldan gəlsin, yaxşıdır. Amma marağı yoxdur, hardan gəlsin. Şəhvət nə cür doyulur doyulsun, halal haram mühim deyil. Məhrəm naməhrəm mühim deyil. İstol nə cür verilir verilsin, hardan gəlir gəlsin. Nə qiymətinə olur olsun. Dünya mənfəətin marağı nə cür gəlir biləsinə gəlsin. Bunlar yığılsa bir yerə, insanın nəfsi gələr olar. Fidanlıqdan ağac. Nəfs ağac oldu, daha insan haqqı görməz. Nəfs ilə baxar məsələyə. Ağl ilə baxmaz. Əmirül-Müminin bir cümləsi var Nəhcül Bəlağədə. Bu cümlə yeri vardı. İnsan öz evində bu cümləni yazsın, qoysun. Buru kəm min əqlin əsir, təhtə həva əmir. Deyir, insanda əqli də var, həva və həvəs də var. Amma çoxlu əqlilər var, komandir deyirlər, daha əskərdirlər. Kimə əskərdilər? Nəfs. Əql gərək komandir ola insanda. Əql ilə baxa, haqqı batilə əql ilə ölçə, əql ilə deyə bunu düzdür, bu iş düz deyil. Amma bəzən nəfs ilə deyir. Niyə? Nəfsim böyüdübdür. Bu ona əskər olubdur. Allah əqli mənə verib, haqqı batilə ayıram. Mən əqlimi bilsən nə harda işlədirəm, nə cür günah eləyəm, nə cür birinin başını alladam, nə cür bu haramı görəm, nə cür bu pulu əldə eləyəm, haram yolda olur olsun. Nə cür, məsələn, cəmaatın başına papaq qoyam. Ağlıdır da, amma hansı ağlıdır? O ağlı ki, əskər olub, komanderlikdən çıxıbdır. İmam Hüseyin istəyir bizi islah eləsin, deyir, gəlün əvvəla. Dinin zahirini həyatınızda yerinə yetirin. Çünki dinin zahiri səni kontrol eləyir bir həddəcan. Namaz bir həddəcan kontrol eləyir, oruc bir həddəcan kontrol eləyir, sədəqə bir həddəcan kontrol eləyir. Bunlar sən bu xatirədir ki, nəfs kontrol olsun. Deyir, bunların kənarında da günahı həyatından uzaqlat. Onlar əməl-i salihi ki, qəbul olunur. Deyir, bu səbəb olar, daha nəfsün gəlsin yerində otursun. Vaxtı insanın nəfsi yerində oturdu, ağlı çıxar üzə. O ağlıda haqqı batili görər. O ağlıda cürət olar haqqı ilə yaşasın. Mən nəfsimi böyüdəndə cürətim yoxdur haqqı ilə yaşayam. Nəfsimi ilə yaşayanda haqqı görmərəm bəzən. Nəfsi nəyi istəyir o görər. Peyğəmbər bir hədis var, burada deyim, bir səlavat buyurun. Peyğəmbər Əkrəm buyurur, mən sizdə iki şeydən qorxuram. İki məsələdən qorxuram. O nədir?
Biri bizə mühümdür ha bu gün. Deyir, iki məsələdə mən qorxuram. Biri ittibaul hava. Biri budur ki, yaşayış bir növ yaşayasınız ki, hava və həvəs sizdə komander ola. Nəfs istəklər sizə hakim ola. İttibaul hava. İkincisi də uzun arzulardır. Dibi yetişməyən arzulardır. O tamahkarlıq gətirər bil özə. O qəflət gətirər bil özə. Uzun arzular insanı ahirətdən qəflətə salar. Uzun arzular insan gələcəyini düzgün görməz. Onunla elə işimiz yoxdur. O söhbət ayrıdır. Amma hava və həvəsə tabi olmaq, Peyğəmbər buyurur ki, fəyəsuddukum anil haqq. Siz hava və həvəsə tabi olsunuz, daha hava və həvəslə fikirləşəsiniz. Haqqı qoyasınız kənara. Bu haqqa mane olar. Daha insanın sözü bu olar. Mənim bundan xoşum gəlir. Bəzən insanın sözü, davranışı budur ki, nə düzdür, nə batildir, nə əyridir, nə durustdur. Bəzən sözü bu deyil. Nə mən kefim istəyir, nə kefim istəmir. Nə xoşum gəlir, nə xoşum gəlmir. Daha danışığı fərq eləyər, axtardığı fərq eləyər, marağı fərq eləyər. Ölçü haqqı batil itər. Daha orada ağlı baxmır, nəfsi baxır mənə deyir. Bu yolu seç, bu düzdür. Düz batili nəfsinlə ölçər, tarazısı dəyişər. Niyə tarazısı dəyişdi? Çünki hava və həvəslə özünü böyütdü, qidalandırdı günahla. Biz nə ilə özümüzü qidalandırırıq, o bizə çevrilər olar tərazu. Bu da axırıncı yadigar hədis deyirəm. İnnə əmələkum mərhunətun, innə ənfusakum mərhunətun bi əmalikum. Peyğəmbər buyurur ki, sizin canlarınız, ruhlarınız əməllərinizin gerundadır, əməllərinizin vəsiqəsindədir. Siz nə qədər işlər görsünüz, canınız da ona əsir olar. Təkrarlı günah sənin ruhunu əsir elər o zindana. Adət eləyəsən o günaha, əl çəkmağın çətin olar. Fikrin, zikrin, axtardığın, ölçün, tərazın çevrilər o günahı ki seçmisən həyatında. İnnə ənfusakum mərhunətun bi əmalikum. Fəfəkkuha bil istiğfar. İstəyirsiniz xəlas olasınız, tövbə eləyin, paçlaşdırın, bunları silin həyatından. Həyatda günah silinsə, məsiyyət silinsə, haram yemək silinsə, haram şəhvətlər silinsə, insanın fitrəti üzə çıxar. İnsanın obesi fidanı ağac olar. Onda haqqı batil tanıya bilər. Onda cürət tapa bilər. Haqqıyla olsun, haqqıyla yaşasın. Bu gecələr rəsmidir, Şamda mərsiyəsini deyərlər. Yəni, Həzrət Rüqəyyə bəhsini bu gecələr deyərlər. İnsan nə qədər xəbis olar görəsən? Xəbislik, zalimlik nə qədər olar insanda? İnsan nə qədər fitrətini öldürər? Baxın, sən mümkündür bir böyük insana zülm eləyəsən. Səndən döyüşür. Səndən üzbəyüzdür da. Qız uşağına əsir olubdur, 3-4 yaşındadır, buna bilənçi bir zülm eləyəsən, hansı çərçivəyə girir? İmam Hüseynin qızı atasını yuxuda görür. Şamda xərabədə. Dur ayağa, atasını istəyir. Qız uşağı da atıya nisbət duyğulu olar. Hətta xanım Zəhradan nəql olubdur. Xanım Zəhra baxardı
İmam Əli'də bir paltar var idi, Peyğəmbər hədiyyə vermişdi. Baxardı ona, ağlardı. Xanım Zəhra Peyğəmbər verdiği paltara ki, Əmirül-Möminə vermişdi, ağlayardı. Hələ o yaşlı xanım idi. Paltar idi. Hələ paltar idi. Bu qız atasını istəyir. Ağlayır, atasını istəyir. Bax Yazidin xəbisliyinə. Bax zalimin zülmünün o alçaqlığına. Nə qədər insan özünü itirər. Nə qədər insan cumart əşaya. Soruşur, niyə orada ağlamaq səsi vardı? Niyə bu cür ağlayırlar? Dedi, Hüseynin qızı atasını istəyir. Dedi, aparın da. Atasını aparın, verin. Paltar aparmırlar ha. Xanım Zəhra paltara baxırdı, ağlayırdı. Hüseynin kəsil başını aparırlar. Kimə? Yaşlı bir insana yox. Xanım Zəhra yaşlı bir insan idi. 3-4 yaşında qız uşağına. Nə hala düşər insan? Hələ adi bir insan nə hala düşər atasını o halda görə? Gör bir qız uşağı balacə nə hala düşər? Kim səni bu hala saldı? Kim səni mənim əlimdən aldı? Maraqlıdır bu mərsiyəyi ki, xanım buyurubdu, özündən bir zat demir, məni neynədilər? Mən nə hala düşmüşəm, Kərbəladan buracan. Atası Hüseynin başına dedi, kim səni bu hala salıbdır?